Bismillah, velhamdülillah, ve salatu ve selamu ala Resulillah, amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Davam edirik Fəthül Məcid kitabının qiraətinə və gəldik çatdıq 4-cü fəslə. Müəllif bu fəsli Bəbul xavfi minəşşirk adlandırır. Şirkdən qorxmaq fəsli. Və qavlillahi Teala və Allahın bu sözü. İnnəllaha la yəğfiru ən yüşrikə bihi və yəğfiru mə dunə dəlik limən yəşə. Həqiqətən Allah ona şirk edəni bağışlamaz. Ondan başqa, yəni şirkdən başqa olan günahları isə dilədiyinə, istədiyinə bağışlayar. Qalə İbn Kəsir buyurur ki, Əxbərə Teala ənəhu la yəğfir ən yüşrə bihi. Allah Azze və Cəllə xəbər verir ki, ona şirk edəni bağışlayan deyir. Ey, la yəğfiru li əbdin ləqiyyəhu və huvə müşrik. Yəni, o qulu bağışlamaz ki, onunla müşrik olan halda qarşılaşsın. Və yəğfiru mə dunə zəlik limən yəşə. Bunun altında olan günahları isə dilədiyinə bağışlayar. Ey, minəz-zunub limən yəşə min ibadih. İntəhə. Yəni, o günahlar ki, qullarından istədiyini əff edər. İbn Kəsirin sözü burada bitir. Və təbəyyənə bihədihil əyə ənəş-şirkə ə'zəmuz-zunub. Bu ayə ilə artıq bəyan olur ki, şirk günahların ən böyüdür. Lə'ənnəllaha Teala əxbərə ənəhu la yəğfiruhu limən ləm yətub minhu. Çünki Allah xəbər verir ki, o şirkdən tövbə etməyən kimsəni bağışlayan deyil. Və mə dunəhu minəz-zunub və ondan başqa olan günahlar isə və huvə dəxilun təhtəl məşiyyəti. O, onun istəyi altına daxil olur. İnşəə qəfərə limə ləqiyyəhu bihi. O, şirkdən aşağı olan günahlarla kim Allahla qoşarsa, Allah istədiyini əff edər və inşə əzzəbəhu. İstəsən isə ona əzab edər. Və zəlik yucibul lil-əbdi şiddətil xavf minəş-şirk. Və bu vacib edir ki, qul şirkdən şiddətli dərəcədə qorxsun. Əlləzi həzə şə'nuhu indəllah. Hansı ki, onun şəni, işi Allah qatında məlumdur. O da nədir? Allah onu bağışlayan deyil. Lə'ənnəhu əqbəhul qəbih. Çünki şirk çirkin işlərin ən çirkinidir. Və əzləmul zulm və zülmətlərin ən zülmüdür. Və tənəqqusu li Rabbil aləmin. Və Allah Azza və Cəlləni naqizləşdirməkdir. Və sərvul xalisil haqqahu li qeyrihi. Xalis Allahın haqqını başqasına yönəltməkdir. Və ədlun qeyruhu bihi. Başqasını Allah ilə tay tutmaqdır. Kəmə qaləllāhu Teala. Necə ki, Allah Azza və Cəllə buyurur ki, Thumməl-ləzīnə kəfəru bi rabbihim yədirun. Sonra kafirlər ki var, Rəblərini, başqasını Rəblərinə tay tuturlar. Və ləənnəhu munaqidun lil-məqsudi bil-xalqi vəl-əmr. Çünki şirk yaradılış və əmrin məqsədlərini puç edir. Munafin ləhu min kulli vəchi. Hər bir yöndən ona ziddir. Və zəlikə qayətul müənidə li Rabbil aləmin. Bu, aləmlərin Rəbbinə ən son inatkarlığın son dərəcəsidir. Vəl-istikbər ən təətihi. Ona itaətdə təkəbbürlənməkdir, üz döndərməkdir. Və zulli ləhu. Ona zəlillikdə üz döndərməkdir. Vəl-inqiyadi li əvəmirihi. Və onun əmrlərinə boyun əyməməkdir.
Əlləzi lə sələhə lil-ələm illə bidəlik. Hansı ki, aləmlərin islahı buna bağlıdır. Və mətə xalə minhu xərəbə. Nə zaman ki, bundan xali olacaq, xarab olacaq o aləmlər. Və qamətil qiyamə. Qiyamət qopacaq. Allah Azze ve Celle buyurur ki, daha doğrusu Peygamber sallallahu aleyhi ve sellem, La tequmu saatu hatta la yuqalu fil ard Allahu Allah. Yer üzündə qiyamət saati qopmaz, ta ki Allah Allah deyilənə qədər. وَلَنَّ الشِّرْكَ تَشْبِيهٌ لِلْمَخْلُوقِ بِالْخَالِقِ. Çünki şirk məxluqu xaliqə bənzətməkdir. Teala və təqəddəs. Allah Teala bundan ucadır, müqəddəsdir. Fi xasaisil ilahiyyə. Uluhiyyət, yəni ilahlıq xüsusiyyətlərini başqasına vermək. Min mulk, əbdar və nəf, yəni mülkdə zərər verməkdə, fayda verməkdə, vəl-əfay vəl-munyə, verməkdə, mani olmaqda, əlləzi yucibu təəlluqud duə, hansı ki, vacib edir ki, dua buna bağlansın. Vəl-xavf, qorxu buna bağlansın. Vəl-rica və təvəkkül, rica, ümid, təvəkkül buna bağlansın. Və ənvail ibadət kulləhə billahi Teala vəhdəhu. Və bütün ibadətlərin hər bir növü uca olan Allaha olmalıdır. Və mən əlləqə dəlik bil məxluqin, kim bu şeyləri məxluqa bağlayarsa, və şəbbəhəhu bil xaliq, o həmin məxluqu xaliqə bənzətmişdir. Və cələ mən lə yəmliku li nəfsihi dərrən və lə nəfən və lə məqtan və lə həyətən və lə nuşuran şəbihən bimən ləhul həmdu kulləh və ləhul xalqu kulləh və ləhul mulku kulləh və biyədihil xeyru kulləh və iləyhi yərci'ul əmru kulləh. Və həmin adam öz nəfsinə bir şey malik olmayanı, zərər verə bilməyən, fayda verə bilməyən, öldürə bilməyən, həyat verə bilməyən, dirildə bilməyəni kimə bənzətmişdir? Bütün həmd ona olanı, bütün yaradılış ona olanı, bütün mülkün sahibi, bütün xeyirlər əldə olanı, bütün işlərin ona qaydanı, yəni Allahı həmin o məxluqa bənzətmişdir. Və əzimmətul umur kulləhə biyedihi subhanəhu. Və işlərin yolları, ipləri, bütün işlərin ipləri Allah Azze ve Celle'nin əlindədir. Və məcuvəhə ilməhə. Bütün işlər ona qaydır. Və mə şəə kənə və mə ləm yeşə ləm yəkun. Onun istədiyi olar və istədiyi olmaz. Mə məniyə ləm məəba. Onun verdiyini heç kim önünü kəsə bilməz. Və lə mu'ti ilə mə mənə. Və önünü kəsdiyinə də heç kim verə bilməz. Əlləzi izə fətəhə linnəsi rəhmətən fələ mumsilə ləhə. Hansı ki, o, Allah insanlara rəhmət qapısını açmaq istəsə, heç kəs o qapını örtə bilməz. Və mə yumsilə fələ mursilə ləhu. Onun göndərdiyini heç kim tuta bilməz. Min bə'ləhu və huvəl-əzizul həkim. Yəni, o əziz və həkim olandır. Və əqbəhu təşbih, ən çirkin bənzətmə, təşbihul əcizil fəqir bizzət. Öz zatında aciz olan, fəqir olanı bil-qadir qani bizzət, zatında qadir və zəngin olana bənzətməkdir. Və min xəsaisil ilahiyyə, ilahiyyət xüsusiyyətlərindən biri də nədir? Əl-kəmilül mutlaq min cəmi'il vücuh, əlləzi nəqsə fihi vəçhi minəl vücuh. İlahiyyətin xüsusiyyətlərindən biri mütləq kamilliyin, bütün yönlərdən mütləq kamillik, hansı ki, orada bütün vəçlərdən, yönlərdən naqislik olmayan bir xüsusiyyətdir. Və zələ yucibə ən təkunul ibadətü kulləhə ləhu vəhdə. Və elə vacib edir ki, ibadətlərin hamısı tək ona olsun. Və ta'zimu vəl-icləl, əzəmət, cəlallıq və xəşyətu və qorxu və duə və rəca və inəbə, qorxu, dua,
ümid, qayıdış və təvəkkülü, təvəkkül və tövbətu və istianə, tövbə, yardım və gayetül hubbi, sevginin ən üstü, mə'ə gayətil zul, zəlilliklə yanaşı, kulluhu zəlik yucibu əqlən və şər'ən və fitrətən. Əql olaraq da, şəriət olaraq da, fitrət olaraq da vacib edir ki, ən yəkunu lillahi vəhdə. Bu yalnız Allah üçün olsun. Və yəmtə'inu əqlən və şər'ən və fitrətən ən yəkunu ləğeyrihi. Əqlən də, şər'ən də, fitri olaraq da bunun Allahdan başqasına olmağı düşünülmür. Və mən fəalə şeyən min zəlik bi qeyrihi. Kim bunlardan, bu şeylərdən Allahdan başqası üçün eləsə, fəqəd şəbbəhu zəlik qeyrə bimən lə şəbihu ləhu. O, oxşarı olmayana oxşar etmişdir. Və lə mislə ləhu, misli olmayana misl etmişdir. Və lə niddə ləhu, bərabəri olmayana bərabərlik etmişdir. Və zəlik əqbəhu ət-təşbihu və əbtuluhu. Bu təşbihlərin, bənzətmənin ən çirkini və ən batilidir. Və ləhədəl umur və qeyruhə. Bu işlər və bundan başqa olan işlər əxbərə subhanəhu və teala, Allah azza və cəl uzanla bizə xəbər verir ki, ənəhu lə yəxfiruhu. O onu bağışlamayacaq. Mə ənəhu kədəbə alə nəfsihir rəhmə. Bununla yanaşı ki, Allah ki, özünə rəhməti yazıb öz nəfsinə, xəbər verib ki, o şirki bağışlamayacaq. Həzə mənə kələm İbn Qayyim rahiməhullahu teala. Bu, Allah təala rəhmət eləsin, İbn Qayyimin kəlamının mənasıdır. Və fil ayətə Rabbun aləl xavaricil mukaffirinə bizzunub. Burada günahlardan dolayı insanları təkfir edən xavaricilərə rəddiyə var bu ayədə. Və aləl mu'təzilətil qailin bi ənə əshabəl kəbəir muxallidunə finnər. Və burada həmçinin mu'təziləyə rəddiyə var. O mu'təzilə ki, deyir ki, böyük günah sahibləri əbədi olaraq cəhənnəmdədir. Və leysu indəhum bi mü'mininə və lə kuffar. Mu'təzilə qatında nə möminlər var və kafirlər. Və lə yəcuzə ən yuhmələ qavluhu və yəxfiru mə dunə dəlik limən yəşə alə təib. Və Allah Taala şirkdən başqa günahları bağışlayar sözünü tövbə edənlərə həml etmək icazəli deyil. Fə innə təib minəş-şirk məxfurun ləhu. Çünki şirkdən tövbə edənlər üçün həmin o şirk bağışlanmışdır. Kəmə qaləllahu teala. Necə Allah Taala buyurur ki, Qul ya ibadiyəl-ləzīnə əsrəfu alə ənfusihim. De, öz nəfslərində hədd daşan qullarıma, lə təqnutu min rəhmətillah. Allahın rəhmətindən ümidinizi üzməyin. İnna Allaha yəxfiruz zunubə cəmiən. Çünki Allah Taala günahların hamısını bağışlayandır. Və huna əmmə və ətlə. Bu ayədə ümumidir. Ləənnəl muradə bihi təib. Çünki bu ayədə murad tövbə edənlərdir. Və huna təxassun və əlləqə. Burada isə xüsusilik var. Ləənnəl muradə bihi mən ləm yətub. Çünki bu ayədə murad tövbə etməyənlərdir. Həzə muxləs qavul Şeyxülislam. Bu, Şeyxülislam İbn Teymiyənin qısa olaraq sözüdür. Və müəllim ikinci ayəni gətirir bu fəsilə dəlil. Və qaləl Xalil aleyhissalam. Allahın dostu İbrahim aleyhissalam belə buyurur. Allah Taala onun dili ilə bizə belə buyurur ki, və cinubni və bəniyyə ən nə'budəl əsnəm. Məni və övladlarımı bütlərə ibadət etməkdən uzaq tut. Əs-sənəm, sənəm nə deməkdir? Mə kənə mənhutən aləs-surə. Müəyyən surətdə yonulan bir bütdür. Vəl-vəsən, vəsən isə mə kənə mənhutən aləl-qeyri zəlik. Surətdən başqa olan bütün bütlərdir. Surəti olmayan, bütün ümumi mənada. Zəkərəhut təbəriyyü ən mücahid. Təbəri bunu vəsəndən, sənəmin tərifini mücahiddən rəvayət etmişdir. Qultu, şərhçi buyurur ki, vəqad yüssəmməs sənəmu vəsənən.
Şərhçi buyurur ki, sənəm də vasən adlanır. Baxmayaraq ki, sənəm müəyyən surət şəklidir. Vasən adlanır. Necə ki, Allahın dostu İbrahim əleyhissalam buyurur ki, Allah bizə xəbər verir. İnnəmə tə'budunə min dunillah əvsənə. Siz Allahdan başqa əvsən vəsənlərə ibadət edirsiniz. Bütlərə təxliqunə ifkən yalan yerə yaratdığınız, uydurduğunuz bütlərə. Və yuqalu ennəl vətənə əəmmu və deyilir ki, vəsən ümumi mənada hər bir büt bura daxil olur. Və huvə qaviyyun, bu güclü sözdür. Vəl əsnəmu əvsənun kəmə ennəl qubur əvsənən. Necə ki, sənəm, vəsən adlanır, yəni sənəm, vəsən tərkibinə girir. Necə ki, qəbirlər də əvsən adlanır. Yəni, qəbrə ibadət edənə ilə ki, o bütə ibadət edir. وَجْنُبْنِي وَبَنِيَّ أَنْ نَعْبُدَ الْأَصْنَامَ. Məni və övladlarımı bütlərə ibadət etməkdən uzaq tut. Ey ic'ələni və bəniyyə fi canibi ən ibadətil əsnəm. Yəni, məni və övladlarımı bütlərə ibadət etməkdən uzaq tut. Bə'id beynənə və beynəhə. Və mənimlə, bizimlə onların arasını uzaq et. Və qəd istəcəbəllahu Teala duəəhu. Allah Teala İbrahim əleyhissalamın duasına icabət edib. Və cəələ bənihi ənbiyə və cənnəbəhum ibadətul əsnəm. Allah Teala İbrahimin övladlarının hamısını peyğəmbər, rəsullar etdi və bütlərə ibadət etməkdən uzaq tutdu. Və qəd bəyyənə mə yucibul xavf min zəlik bi qavlihi. Əslində İbrahim əleyhissalamın bu sözünün açıqlaması var. Nəyə görə İbrahim əleyhissalam deyir ki, Allahım məni və övladlarımı bütlərə ibadət etməkdən uzaq tut. Çünki davamında nə deyir? Rabbi innəhunnə ədlənnə kəsirən minəl-nəs. Çünki Rəbbim deyir, onlar insanların çoxunu azdırır. فَإِنَّهُ هُوَ الْوَاقِعُ فِي كُلِّ زَمَانٍ. Bu hər bir zamanda baş vermiş bir hadisədir. وَإِذْ عَرَفَ الْإِنْسَانُ أَنَّ كَثِيرًا وَقَعُوا فِي الشِّرْكِ الْأَكْبَرِ. İnsan deyir, çoxunun böyük şirkə vaqi olduğunu biləndə وَدَلُّ بِإِبَادَاتِ الْأَسْنَامِ və bütlərə ibadət edib zəlalətdə olduğunu biləndə insanların çoxunun əvcəh və zəlik ona nəyə vacib edir? Xaffuhu, o şirkdən qorxmağı, min ən yəqə fīmə və qəfiyil kəsir. İnsanların çoxunun düşdüyü bu bəlaya düşməkdən qorxmağı, minə şirkilləzi ilə yaxfirullah. O şirk ki, Allah onu əff edən deyil. Qalə İbrahim Təmimi, İbrahim Ət-Təyyimi deyir ki, mən yə'mənul bələ bə'də İbrahim. Bu bəlada, İbrahimdən sonra bu bəladan kim əmin ola bilər? Rəvahu İbn Cərir və İbn Əbi Hətim. İbn Cərir və İbn Hətim bunu İbrahim Təyyimidən rəvat etmişdir. Fələ yə'mənul vuqu'a fi şirk illə mən huvə cahilun bihi. Şirkə vaqi olanlar, şirkdən əmin olanlar yalnız ondan cahil olan insanlar. Yəni şirkdən cahil olan insanlar. Və bimə yuxallisuhu minhu, ondan xilas olanlarsa minil ilmi billah və bimə bə'sə bihi rasuləhu. Ondan xilas olanlar Allahı bilənlərdir. Rəsulun ondan gətirdiklərini bilənlərdir. Min təvhidihi, tövhiddən və nəhi əni şirk bihi və şirkdən nəh olunan şeyləri bilənlərdir. Daha sonra müəllif üçüncü dəlili gətirir bu fəsilə və buyurur ki, fil hədisdə buyurur ki, əxvəfu mə əxafu aleykumu şirkul əsğər. Mənim sizdən ən çox qorxduğum şey kiçik şirkdir. Su ilə ənhu. Və sahabələr kiçik şirk barəsində Allah nəbisinə sual etdilər. Fəqal, Allah nəbisi buyurur ki, ər-riyə
o riyadır. Şərhçi buyurur ki, Əvradəl musannifu bunəl hədisə muxtəsərən, qeyri məzuvən. Deyir ki, müəllif burada hədisi muxtəsər olaraq gətirdi, isnadını söykəmədən. Və qad rəvahul İmam Əhməd və Təbərani və Beyhəqi. Bu hədisi İmam Əhməd və Təbərani və Beyhəqi rəvayət etmişdir. Və həzə ləfsu Əhməd. Bu ləfs isə yəni müəllifin gətirdiyi hədisin ləfsi İmam Əhmədə məxsusdur. Həddəsənə Yunus, həddəsənə Leys, ən Yezid, yəni İbn-i Həd, ən Amr, ən Məhmud İbn-i Ləbid. Bu ravilərdir. Ənə Rasulullah sallallahu aleyhi ve sellem, ənə Rasulullah sallallahu aleyhi ve sellem qal. İnnə əxvə mə əxəf aleykum şirkul əsğər. Mənim sizin üçün qorxduğum ən böyük qorxu kiçik şirkdir. Qalu və mə şirkul əsğəru ya Rasulullah. Sahabələr dedi ki, ey Allahın Rəsulu, kiçik şirk nədir? Ər-riya. Allah Rəsulu deyir ki, riyadır. Yəqulullahu Teala yevmel qiyamə. Qiyamət günü Allah, uca olan Allah buyuracaq ki, İzə cəzən nəsə bi əməlihim. Yəni, uca Allah qiyamət günü insanlara mükafatını verdiyi zaman deyəcək, İzhəbu iləl-ləzīnə kuntum tərəunə fid-dünya. Gedin dünyada kimə özünüzü göstərirdinizsə, o sizə mükafat versin. Fənzur həl təcidunə indəhum cəzəən. Bir baxın, görün, onun yanında mükafat görəcəksinizmi? Qaləl-Munziriyyü və Məhmud İbn Ləbid rə'ən-Nəbi sallallahu aleyhi ve sellem. İbn Əl-Munziriyyü rahiməhullah deyir ki, Məhmud İbn Ləbid Peyğəmbər sallallahu aleyhi ve selləmi görüb. Və ləm yəsihu ləhu minhu simə fīmə ərə. Lakin mənə belə görünür ki, onun Allah Rəsulundan buna eşitməsi səhih deyil. Və zəkərə İbn Əbi Hətim, lakin İbn Hətim rəvayət edib ki, Ənəl Buxariyyə qal. İmam Buxari deyib ki, ləhu söhbəti. Onun Allah Rəsulundan söhbəti var. Və rəccəhə, yəni sahabədir. Və rəccəhəhu İbn Abdülbər vəl-Həfiz. Və bunu da İbn Abdülbər vəl-Həfiz racih görür. Və qad rəvahu Təbəraniyyü bi əsənidin ceyyidə Əl-Məhmud İbn Ləbid. Təbərani gözəl sənədlərlə, yəni yaxşı, möhkəm sənədlərlə Məhmud İbn Ləbiddən rəvayətlər edib. Rafi İbn Xədic, məşhur sahabədir, ondan rəvayət edib. Və Məhmud 97-ci ildə, İzzətin 97-ci ildə vəfat edib. Bəzi şeylərdə 99-cu ildə vəfat edib. Və İzzətin 97-ci ildə vəfat edib. Bəzi mənbələrdə belə qeyd olunur. Və qavluhu innə əxvə mə əxəf aleykum şirkul əsğər. Yəni, mənim sizin üçün qorxduğum ən böyük qorxu kiçik şirkdir sözü. Həzə şəfəqətəhu bi ümmətihi və rəhmətəhu və rəhfətəhu bihim. Allah nəbisinin ümmətinə şəfiqətidir, rəhmətidir deməyi. Fələ xeyrə illə dəlləhum əleyhi və əmərəhum bihi. Allah nəbisi ümmətinə elə bir xeyir yoxdur ki, onu əmr etsin və onun yolunu göstərməsin. Və lə şərrə illə bəyyənəhu ləhum və əxbərəhum bihi və nəhəhum ənhu. Elə bir şər olmasın ki, Allah nəbisi onu bəyan etməsin, onlara xəbər verməsin və ondan nəh etməsin ümmətini. Kəmə qalə sallallahu aleyhi və səlləm. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən səhhə ənhu, yəni ondan səhih olaraq rəvayət ki, buyurur ki, mə bə'ətəllahu min nəbiyyin illə kənə həqqən əleyhi ən yədillu ümmətəhu alə xeyrin mə ya'ləməhu ləhu. Yuəlliməhu ləhu. Yəni, elə bir, Allah Teala elə bir nəbi göndərməyib ki, o nəbinin üzərində haqqı olmasın ki, o, ümməti üçün xeyri, bütün xeyirləri göstərməsin və onlara öyrətməsin.
Yəni bütün nəbilər öz ümmətlərinə xeyri bəyan edib, öyrədib, onun yolunu göstərib və əmr edib. Həmçinin şərri bəyan edib, onu nəhy edib və ondan uzaqlaşma yollarını göstərməsin. Və izə kənə şirkul əsğər məxfufən alə əshəbi Rasul sallallahu aleyhi ve sellem. Madam ki, kiçik şirk Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri üçün ən qorxulu şeydirsə, mə kəməli ilmihim və quvvəti imanihim. Hansı ki, o sahabələr ki, onların elmi kamil idi, qüvvətli idi, imanları güclü idi. Qayfə lə yəxafuhu. Necə qorxmayaq ki, və mə fəvqəhu. Və necə biz kiçik şirkdən və ya onun üstü olan böyük şirkdən qorxmayaq ki, mən huvə dunihim fil ilmi vəl imani biməratib. Yəni, sahabələrdən aşağıda olanlar ki var, elmdə, imanda, mərtəbələrcə zəif olanlar, onlar necə qorxmasın bundan? Xüsusən idə urifə, xüsusən bilinəndə ki, ənnə kəsirə uləmə'ül əmsar əl-yevmə lə yərifunə minət təvhid illə mə əqarrəhu bil müşrikun. Xüsusən də bilinəndə ki, ölkələrin çoxundakı alimlər tövhidi bilmirlər, yalnız müşriklərin iqrar etdiyi tövhiddən başqa. Və mə urifu mə'nə iləhiyyə əlləti nəfəthə kəlimətül xilas ən kulli mə sivallah. Və onlar deyir, ilahi kəlmə, tövhid kəlməsinin mənasını bilmirlər. O kəlmə ki, Allahdan başqa bütün bütləri nəhv edir. Və əxrəcə Əbu Ya'lə və İbn-i Mudir ən Huzeyfə İbn-i Yəmən ən Əbu Bakır. Bunlar ravilər deyir ki, Əbu Ya'lə və İbn-i Mudir Huzeyfənin, o da Əbu Bakırdan, o da Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əşşirhu fikum əxvə min dəbibin nəmr. Şirk sizin içinizdə qarışqanın ayaq izlərindən də gizlidir. Qalə Əbu Bakır. Əbu Bakır buyurur ki, ya Rasulallah, ey Allahın Rəsulü, və hələ şirku illə mə ubilə min dunillə əv du'iyə mə Allah. Ey Allahın Rəsulü, şirk məgər Allahdan başqasına ibadət etmək və ya Allah ilə yanaşı başqasına dua etmək deyilmi? Allah nəbisi buyurur ki, təkil təkə ummuk, anan ölməsin və anan ölsün. Əşşirku fikum əxvə min dəbibin nəbr. Şirk sizin içinizdə qarışqanın izlərindən də gizlidir. Əl-hədis, hədis. Fihi ən təqulu ətəniyəllahu filan. Yəni, kiçik şirk nə deməkdir? Məsələn, birinin deməsi ki, bunu mənə Allah və filan kəsmir. Və niddu bərabərlik sənədir ən yəquləl insan, insanın belə demək ki, ləvlə filan, qatələni filan. Əgər filan kəs olmasaydı, filan kəs məni öldürərdi. İntəhə. Yəni, bu kiçik şirkə daxildir. Növbəti dəlil bu hədisə və ən İbn Məsud radiyallahu anhu ənə Rasulallah sallallahu aleyhi ve sellem qal. İbn Məsudun Peyğəmbər sallallahu aleyhi ve sellemdən rəvayət etdiyi hədis ki, o hədisdə Allah nəbisi buyurur ki, mən mətə və huvə yəd'u min dunilləhi niddə dəxələnlər. Rəvəhul Buxariyyü. Kim Allahdan başqasına dua edib ölərsə, Allahdan başqasına Allaha tay tutub dua edib ölərsə, o cəhənnəmə daxil olar. Şərhçi buyurur ki, qalə İbnül Qayyim. İbnül Qayyim buyurur, ən-niddu şəbihun. Nidd oxşatmaq deməkdir. Yuqalu filanun niddun filan. Filan kəs oxşuyur. Və nədiduhu ey misləhu. Nədiduhu yəni misləhu və şəbihəhu intəhə. Yəni onun bənzəri, onun bərabəri deməkdir. Allah Teala buyurur ki, fələ təcəlu lillahi əndədən və əntum tə'ləmun. Və siz də bunu bilərək Allaha bənzərlər qoşmayın, bənzərlər etməyin.
Mən mədə və huvə yəd'u min dunillahi niddən. Kim Allah ilə yanaşı birinə tay tutub dua edərsə, bu halda ölərsə, yec'alu lillahi niddən, yəni Allaha tay birini tutarsa, fil ibadəti, ibadətdə, yəd'uhu, ona dua edərsə, və yəs'əluhu, ondan istəyərsə, və yəstəğizu bihi, və ondan kömək istiğazə edərsə, dəxələnlər, cəhənnəmə daxil olar. İbn-i Qayyim buyurur ki, öz yəni şeirlərin birində, və şirkul vəhdəruhu, şirk ondan çəkin, və şirkul zahiru zil qismi leysə biqabililğufran. Şirkin, zahiri şirkin qismləri var ki, Allah Teala deyir, onu bağışlamayacaq. Və huvə iddiğədun niddəlir rəhmən, o da nədir? Rəhmana tay tutanlar, əyyənə kənə min həcərin və min insin, nə olur olsun, Rəhmanı niddə tay tutanlar, daşdan olsun, insanlardan olsun, yəd'uhu, ona dua etsin, əv yərcuhu, ona ümid etsin, sümmə yəxafuhu, sonra ondan qorxsun, və yuhibbuhu kə məhəbbətid dəyyən, və Allahı sevdiyi kimi onu sevsin. Və iləm ənə ittiğadə niddə ələ qismeyn. Bil ki, Allah ilə yəni niddə tutmaq, Allahla yanaşı birini tutmaq iki qismə bölünür. Əl-əvvəl, birinci qism, ənəhu yəcələhu lillahi şərikə fi ənvəl ibadəti əv bə'duhə, kəmə təqəddəm və huvə şirkun əkbar. Birinci qism, o, ibadətin bütün növlərində və ya bəzi növlərində Allah ilə birini Allah ilə yanaşı eyniləşdirmək. Bu, böyük şirkdir. İslamdan çıxardan böyük şirkdir. İkinci qism, mə kənə min nəv'i şirkil əsğər. Kiçik şirkin növlərindən olanlar. Məsələn, insanın belə deməyi, məşə Allah və şirkə. Allah və sən istəməsəydin. Və yaxud da, və ləulə Allah və əntə. Və yaxud da, Allah və sən istəməsəydin. Və kəthirun riyə وقد ثبت أن النبي صلى الله عليه وسلم لما قال له الرجل sabit olub ki, bir kişi Allah nəbisinə deyəndə ki, məşə Allah və şitə, sən və Allah istəyəndə, Allah nəbisi buyurur ki, əcəəltəni lillahi niddən, sən mənə Allaha tay mı tutdun? Bəl məşə Allah vəhdə. Bəli, tək Allahın istədiyi olur. Rəvahu Əhməd və İbn Əbi Şeybə vəl-Buxariyyu fil-ədəb-i mufrad və Nəsai və İbn Məcə və təqəddəm hukmuhu fi bəb-i fədl-i tevhid. Və bu hədisi İmam Əhməd və İbn Əbi Şeybə və Buxari ədəb-i mufradda Nəsai və İbn Məcə rəvayət etmişdir. Tövhidin fəziləti fəslində isə bu hədisin hökmü artıq bəyan olmuşdur. Və fihi bəyanu ənə dəvədə qeyrillahi fīmə lə yəqdiruhu aleyhi illəllahu şirkun cəlil. Və artıq bu hədisdə və bu ayələrdə artıq bəyan oldu ki, Allahdan başqasına dua etmək, yalnız Allahın qadir olduğu şeylərdə Allahdan başqasına dua etmək böyük şirkdir. Tələb-i şəfaəti minəl-əvvəl, ölülərdən şəfaət tələb etmək kimi. فَإِنَّهَا مُلْكُ لِلَّهِ تَعَالَى. Şəfaət Allahın mülküdür. Və biyedihi, onun əlindədir. Leysə biyedin qeyrihi, minhə şeydir. Onda başqasının əlində heç bir şey yoxdur. Və huvəl-ləzi yə'lənu biş-şafi ən yeşfə fimən ləqiyəllahu bil-ixləs və təvhid min əhlil-kəbəir. Allah Teala o Allahdır ki, şəfaətə izin verir. Hansı ki, Allahla ixlas və tövhidlə qarşılaşıb böyük günahlar edənlərə Allah Teala izin verir. Kəmə yəti təqriruhu fi bəbi şəfaət inşallah. Necə şəfaət babında bunu təqriri inşallah gələcək. Və bu fəslin növbəti dəlili vəli muslimin ən Cabir ənə Rasulullahi sallallahu aleyhi və səlləm qal. Cabirin Peyğəmbər sallallahu aleyhi və səlləmdən gətirdiyi növbəti
Hədisdə Allah Rəsulü buyurur ki, "Mən laqiyallah la yushriku bi şey'ən dəxələl cənnətə." Kim Allah ilə ona şirk etmədən qovuşarsa, cənnətə daxil olar. Və mən laqiyahu yushriku bi şey'ən dəxələn nar. Kim də Allaha şirk ilə qovuşarsa, qarşılaşarsa, o cəhənnəmə daxil olar. Cabir huwa ibn Abdullah ibn Amr ibn Haram. Bu nəsəbidir, Ənsardan olandır, böyük sahabədir. O və onun atası böyük sahabələrdəndir. Atasının məşhurdur, yəni məqamı. Mədinədə ölüb. Cabir ibn Amr. Cabir ibn Abdullah ibn Amr Mədinədə vəfat etmişdir. Fakat kuffa basarahu və lehu 64 sənə. 74 yaşında həmin bu sahabə öz gözlərini itirir. Və deyir ki, mən laqiyallahu la yushriku bi şey'ən. Kim Allah ilə şirk etmədən qovuşarsa, o cənnətə daxil olar. Qalə Qurtubiyyü. Qurtubi buyurur ki, ey ləm yettəğiz məəhu şərikən fil ilahiyyə. Yəni, kim uluhiyyətdə ona şərik etməzsə, və lə fil xalqi və yaradışında, və lə fil ibadəti və ibadətlərdə və minəl məlum minəl şər'il məcmu' aleyhi ində əhl-i sünnə. Şəriətdə məlum olan, hansı ki, əhl-i sünnə yanında icma olunmuş şeylərdən, məlum olan şeylərdən bir də nədir? Ənnə mən mədə ələ zəlik. Kim bunun üzərində ölərsə, fələ buddə ləhu min duxulil cənnət. Labiddir ki, o cənnətə daxil olsun. Və incərədə əleyhi qabdə zəlik ənvai minəl əzəbi vəl mihnə. Bundan öncə onun üzərində müəyyən əzab və imtihanlar olsa belə. Və ənnə mən mədə ələ şirk. Lakin kim şirk üzərində ölərsə, lə yədxulul cənnətə. O cənnətə daxil olmaz. Və lə yənələhu minəllahi rəhmə. Və Allahın rəhmətini əldə edə bilməz. Yuxəllidunə finnər əbədəl əbid. Əbədi olaraq cəhənnəmdə qalar. Min qeyri inqita əzəbi və lə təsummul əməməd. Yəni, onun əzabı kəsilməz, nə də müddəti azalmaz. Və qalən Nəvəviyyü. İmam Nəvəvi buyurur ki, Əmməd-duxulul müşrikənlər və huvə alə umumihi. Müşriklərin cəhənnəmə daxil olması ümumi mənadadır. Və yədxuluhə və yuxallidu fiyhə. Onlar ora daxil olacaq və orada əbədi qalacaq. Lə fərqu fihi beynəl kitabiyyu, el-yəhudiyyi və nəssani. Yəni, bunlar arasında, bu müşriklər arasında heç bir fərq yoxdur. Kitab əhlindən yəhudilər olsun və ya nəsranilər olsun. Və beyni ibadətəl əvsən və sairil kuffər. Və yaxud da bütlərə ibadət edən və başqa kafirlər. Lə fərqu ində əhlil haqq. Haqq əhlinin yanında fərq yoxdur. Beynəl kafir inadən və qeyrihi. İnadkar kafir olsun və ya inadkar kafir olmasın. Və lə beynə mən xalifə millətəl İslam və yaxud da İslam millətinə müxalif olsun və beynə mən təzəbə iləyhə thümmə hukmuhu bi kufri və yaxud da İslama nisbət olub müəyyən bir küfr ilə ondan çıxanlar bicəhdihi və yaxfurhu bicəhdihi və qeyri zəlik. Yəni, hansı hükmünü inkar edən və inkar etməyən, yəni intisab olub sonradan çıxanlar, bu müşriklər, bu kafirlər arasında haqq əhlində heç bir fərq yoxdur. Fəəmməd-duxul mən mədə qeyri müşrikil cənnət. Kim müşrik olmadan ölərsə, o cənnətlidir. Və huvə məqtul ləhu bihi. O qəti olaraq belə. Lakin, in ləm yəkun sahibə kəbirə. Lakin, o şərtlə ki, o böyük günah sahibi olmasın. Mən mədə musirdən əleyhə. Yəni, onun üzərində israrlı olmasın. Dəxələl cənnətə əvvələn.
o cənnətə ilk olaraq girəcək. Və in kana sahibul kabir mata musirran əleyhə. Lakin o böyük günah sahibi, o böyük günahlarda israrlı olarsa, və huve təhtəl məşiyyə, o Allahın istəyi altındadır. Fə inəfəllahu anhu dəxiləl cənnətə əvvələn. Allah onu əff edərsə, o ilk cənnətə girər, yəni əvvəldə. Və illə ulqibə finnər. Lakin əff etməsə, cəhənnəmdə öz əzabını çəkər, summa uxricə minənlər, sonra o ortadan çıxar və udxiləl cənnət və cənnətə daxil olar. Hədisdə buyurulur ki, mən ləqiyallahu lə yüşriku bihi şeyən. Kim Allaha şirk etmədən qovuşarsa. İqtasara ələ nəfi şirk. Allah nəbisi burada şirki inkar edərək kifayətlənib. Yəni deməyib də, kim Allaha şirk etməsə və tövhid etsə, cənnətə daxil olar. Deyib ki, mən ləqiyallahu lə yüşriku bihi şeyən. Kim Allaha şərik qoşmadan qarşılaşarsa, cənnətə daxil olar. Yəni şirki nəf etməklə kifayətlənir. İstidaihi təvhid bil iqtida. Burada zəruri olaraq tövhidi öz içinə aldığına görə. Yəni məlumdur ki, sən deyəndə ki, kim şirk etməzsə cənnətə daxil olar, məlumdur ki, bu cümlə nəyə ləzim edir? Yəni tövhidlə gəlməyini. Vəl istidaihi isbatur risaləti bil lüzum. Burada risaləti ləzim yolu ilə ispat etmək var. Misal üçün, sən deyəndə ki, İzmən kəzzəbər Rasulullah, fəqəd kəzzəbəllah. Biri Allah Rəsulunu yalanlayırsa, o Allahı da yalanlamış sayılır. Və mən kəzzəbəllah və o müşrik. Kim Allahı yalanlayarsa, o müşrikdir. Bu, hansı sözə bənzəyir? Sən deyən ki, mən təvəbbə səhhəti səlatuhu. Kim dəstəmaz alarsa, onun namazı səhihdir. Ey məəsair şurud, yəni başqa şərtləri ilə yanaşı. Məlumdur ki, dəstəmazı alıb namazı səhih olanı deyəndə sənin qəsdin nədir? Namazın şərtləri yerindədirsə, rukunları yerindədirsə, dəstəmazı olan namaz səhihdir, yəni başqa şərtlərlə yanaşı. Həmçinin hədisdə də kim Allaha şirk etmədən qovuşarsa, başqa şərtlər də yanında, yəni tövhidi, böyük günahlarda israrlı olmamağı, bunlar. Burada murad nədir? Mən mətə hələ qavlihi müminən bicəmiyi mə yəcibul imənu bihi icmələn fil icməl, təfsilən fil təfsil. Burada murad nədir? Kim mömin olaraq, mömin olmuş halda ölərsə, yəni mömin nə deməkdir? İcmalı olan imana icmali olaraq iman edib, təfsilatlı olan imana təfsilatlı olaraq iman edib, intəhə. Burada İmam Nəvəvinin sözü bitib. Və qaldı bizdə bu fəslin məsəlləri. Müəllif buyurur ki, əvvələn ilk məsələ əl-xavfu minəş-şirk, şirkdən qorxmaq. İkinci məsələ ən-riya minəş-şirk, riya da şirkdəndir. Üçüncü məsələ ənəhu minəş-şirkil əsğar, riya kiçik şirkdən sayılır. Dördüncü məsələ ənəhu əxvu mə yuxafu minhu aləs-salihin, salihlər haqqında qorxulan ən böyük qorxuydur, kiçik şirk. Əl-xamis, beşinci məsələ qurbul cənnəti və nər, cənnətin və cəhənnəmin yaxın olması. Altıncı məsələ cəm'u beynə qurbihimə fi hədisi vahid, onların yaxın olması bir hədisdə zikr olunub. Yeddinci məsələ ənəhu mən ləqiyahu lə yüşriku bi şeyən dəxiləl cənnə və mən ləqiyahu yüşriku bi şeyən dəxiləl nər və ləv kənə min əbidin nəs. Yeddinci məsələ kim Allaha şərik etmədən qovuşarsa cənnətə daxil olur. Və kim Allaha şirk edərək qovuşarsa cəhənnəmə daxil olar, o ibadət edənlərin ən ibadət etmiş olanı olsa belə. 8-ci məsələ məsələtul azim, yəni böyük məsələ sualul xalil ləhu və li bənihi viqayət ibadətil əsnəm. Allahın dostu İbrahim əleyhissalamın özü və övladları üçün Allahdan istəmək ki, bizi bütləri ibadət etməkdən qorur. 9-cu məsələ ehtibaru bi halil əksər, yəni bir çoxların halıdır. Allah Azze və Cəllə buyurur, Rabbi innəhunə əzzəllə kəsirən minən nəs.
Çünki insanların çoxunu deyir o bütlər zəlalətə uğratdı. İnsanların çoxunun halı budur. 10-cu məsələ la ilahə illallah kəlməsinin təfsiridir. Necə İmam Buxarinin zikr etdiyi az öncə keçdiyimiz hədisdə. Və 11-ci məsələ fədilətu mən sələmə minəşşirk, şirkdən salamat qalanın fəziləti. O da nədir? Əvvəl cənnətə daxil olmasıdır. Allah subhanahu və teala bizi tövhid üzərində yaşatsın və canımızı tövhid üzərində alsın. Həqiqətən o buna qadirdir. Və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və sahbihi ecmaîn.